Avropa İttifaqı Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində siyasi partiya nümayəndələri, qeyri-hökumət təşkilatı üzvləri, bloger və jurnalistlər də daxil olmaqla 400-dən çox məhbusu əfv etməsini alqışlayıb. Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Ofisinin mətbuat katibinin bəyanatında deyilir. Bildirilib ki, Avropa İttifaqı Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olaraq gələcəkdə də analoji addımlar atacağını gözləyir. Avropa İttifaqı münasibətlərin vacib elementi sayılan insan haqları da daxil olmaqla qarşılıqlı fəaliyyəti genişləndirmək üçün Azərbaycanla əməkdaşlığa davam edəcək. Yeni Zelandiyada 2 məsciddə 50 müsəlmanı öldürüb, 50-sini yaralayan 28 yaşlı terrorçu Brenton Tarantinin ailəsi baş vermiş hadisə ilə bağlı danışıb. Qafqaz İnfonun məlumatına görə Tarantın 81 yaşlı nənəsi Maria Fiskerlat xəbəri eşidəndə şoka düşdüyünü deyib. Ailəmizdən kiminsə belə bir şey etməsini qəbul etmək çox çətindir. Ölənlərin ailələrinə və yaralılara görə çox heyfslənirik. Sadəcə evə gedib gizlənmək istəyirik. Terrorçunun digər nənəsi 94 yaşlı Joyce Tarant isə nəvəsinin ildə 2 dəfə ailə böyüklərini ziyarət edən yaxşı uşaq olduğunu, bu qətliamı qəbul edə bilmədiklərini deyib. Tarantın müəllim anası Sharon xəbəri ilə dəstəykən öyrənib. Hazırda Sharon və qızı Lauren polis tərəfindən qorunur. 30 ildən artıq xidmət etmişəm. Xidmətlərim dövründə ulu öndərimiz tərəfindən igidliyə görə ordeni ilə təltif olunmuşam. Tabeçiliyimdə olan əməkdaşa nəzarəti lazımlı dərəcədə həyata keçirmədiyim üçün bu cəzaya məhkum olunmuşam. Modern.az saytına istinadən məlumat veririk ki, bunları Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə ömürlük həbs cəzası 20 ilə endirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin keçmiş rəisi polis polkovniki Kamil Sədrəddinov deyib. Kamil Sədrəddinov qara kəmər əməliyyatı nəticəsində həbs edilib və ağır ittihamlarla ömürlük həbsə məhkum edilib. O çoxsaylı ağır cinayətlər törətmiş qanqister Hacı Məmmədovun rəisi olub. Kamil Sədrəddinov daha sonra deyib, bu cəzanın üzərindən nisbətən götürülməsində əməyi olan ölkə başçımız İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm. Daxili İşlər Naziri Ramil Üsubova da təşəkkürümü bildirirəm. Bu illər ərzində mənim qayğımı çəkib. Mənim necə bir əməkdaş olduğumu, necə tədbirlər keçirdiyimi çox gözəl bilir. Sağ olsunlar ki, bu ağır cəzanın üzərimdən götürülməsində öz səy və bacarıqlarını əsirgəmədilər. Sonuncu dəfə Daxili İşlər Nazirliyində Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışmışam. 14 il Baş Cinayət Axtarış İdarəsində şöbə rəisi olmuşam. Ondan əvvəl Rusiyanın Kemerovo vilayətində 16 il çalışmışam. 1990-cı ildən xidmətimi Azərbaycanda davam etdirirəm. O müddətdən 2005-ci ilə qədər adını çəkmək istəmədiyim, tabeçiliyimdə olan əməkdaşın törətdiyi xüsusilə ağır cinayətlərə görə 2 polis əməkdaşı, 1 general, 1 polkovnik məsuliyyətə cəlb olunub. Bu məsuliyyətə cəlb olunmaqda əsas səbəbkar olan şəxslər öz cəzalarına çatıblar. Kamil Sədrəddinov adam oğurluğunda, qətillərdə və digər ağır cinayətlərdə təqsirləndirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun başçılıq etdiyi 25 nəfərdən ibarət dəstənin üzvü kimi məhkum edilmişdi. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Prezident İlham Əliyevin imzaladığı əfv fərmanına münasibət bildirib. Müsavat.com bildirir ki, o özünün Facebook səhifəsində bunları yazıb. Siyasi məhbusların bir qrupunun azadlığa çıxması hamımızı sevindirir. Hər kəsi təbrik edirəm. Müavinlərim Gözəl Bayramla və Fuad Qəhrəmanlı, nidaçı siyasi məhbuslar İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov və İlgiz Qəhrəman, siyasi girovlarımız Qaynım Ennur Seydov və Natiq Ədilovun qardaşı Murad Ədilov, keçmiş Səhiyyə Naziri Əli İnsanov, müsavatçı Əli Kiram Qurşudov, keçmiş müstəntiq Rüfət Səfərov, yazar Tofiq Həsənli, blogçu Rəşad Ramazanov, jurnalist Fikrət Fərəməzoğlu, Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov, ilahiyyatçılar Zülfüqar Mikailov, Elman Ağayev, dindar siyasi məhbuslar Lətif Əhmədov, Rasim Cəbrayilov, Nizami Qəniyev,
Ruzi İsmailov, Nicat Əliyev azadlığa çıxıb. Dostlarımın bir qisminin bayram ərəfəsi azadlığa çıxması bizi sevindirir. Ancaq təəssüf ki, yenə də əfv sərəncamı yarımçıq oldu. Siyasi məhbusların az bir qismini əhatə etdi. Əfv sərəncamı ilə azadlığa çıxan bütün məhbusların ailələrini, yaxınlarını təbrik edirəm. Birgə mübarizəmizlə digər siyasi məhbusların da azad edilməsinə nail olacaq. Martın 8-də paytaxtın Sabunçu rayon ərazisində itkin düşən qadın tapılıb. Bu barədə Oxu.aza qadının yaxınları məlumat verib. Bildirilir ki, 2001-ci il təvəllüdlü İsmailova Sevda Cəbrayıl qızı martın 16-sında axşam saatlarında Sabunçu rayonunda yaşadığı məhəllədəki evlərin birində tapılıb. Sevda İsmailova valideynlərinə təhvil verilərək Sabirabad rayonuna yola salınıb. Qeyd edək ki, Sevda İsmailova martın 7-sindən 8-nə keçən gecə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.